Əhalinin çoxalma tempində azalma müşahidə edilir. Yəni, əhalinin sayı artır, amma bu temp aşağı düşür. Əvvəlki illərlə müqayisədə hətta 4 dəfə fərq var. Bu rəqəmlərdə də özünü göstərir. Bu azalma niyə baş verir? Hansı sosial və iqtisadi faktorlar təsir göstərir? Sujetimiz var. Əhalinin artım tempində azalma müşahidə olunur. Azərbaycanda əhalinin sayı 2010-cu ildə 9, 2019-cu ildə isə 10 milyon olub. Statistika Komitəsinin açıqlamasına görə 2025-ci il sentyabr ayının 1-nə əhalinin sayı 10 milyon 249 min 500 nəfər təşkil edir. Bu rəqəmlər onu deməyə əsas verir ki, 9 ildə 1 milyon nəfər artım var idisə, 6 ildə bu təxmini 250 min nəfərə bərabərdir. Bu isə hardasa 4 dəfə azalma deməkdir. Biz də əhalinin məsələyə reaksiyasını öyrənmək üçün sorğu keçirdik. Gənc ailələrin ilk növbədə maddi təminatı baxımından, mənzil kommunal ev təminatı baxımından bir ailənin 2 yox, 3 evladı olmalıdır. 3 evladı olmalıdır ki, say artsın. 2 evladı olanda yerində qalır. İşsizlik. Düzgün insanı seçmək çətindir və buna görə də evliliklər azalır və çoxalma da azalır. Dolanışıq çətindir, saxlamaq uşaqları çox çətindir. O uşağı saxlamaq üçün pul lazımdır, maddiyat lazımdır. Bax, ona görə də artım yoxdur. Düşünürəm ki, yaşayış səviyyəsindən bağlıdır. Çünki həm maaşlarımız aşağıdır, həm iş yerlərimiz yoxdur. Ona görə də gənc ailələr düşünür ki, elə ailədə bir uşağın olması yetərlidir. Bu tendensiya tək Azərbaycanda deyil, dünyada da özünü göstərir. Dünyanın inkişaf etmiş ölkələrində uşaq sayı az, inkişaf etməkdə olan ölkələrində isə çox olur. Təbii ki, gənclər arasında evlilik meyllərinin azalması və bunun fonunda uşaq doğumlarının azalması narahat verici situasiyadır. Lakin mövcud reallıqlar əsasən qlobal müstəvidə baş verən tendensiyaların mənfi təsirlərindən qaynaqlanır. Biz də bu dünyanın bir parçası olduğumuz üçün bu tip proseslərin təsirinə düşməyimiz təbiidir. Bir sıra